Salam Vüsal bəy, hər vaxtınız xeyir. Salam Axan bəy, hər vaxtınız xeyir olsun. Necəsiz? Çox sağ olun, yaxşı olasınız. Belə Necəsiz? başlayaq. Başlayaq. Deməli biz sağ olun, yaxşı olasınız. Biz deməli sonuncu görüşdə anbarla bağlı danışmışdıq. Hansı ki ticarət tərəf üçün lazım olan məlumatların daxil edilməsi, məhsullar, çeşidlənməsi, anbarların formalaşdırılması bu kimi məsələlərə baxdıq. Anbarla bağlı suallar varsa, istəyirsiniz qısa keçək üzərindən, yoxsa bugünkü mövzu haqqında danışaq. Xeyr, suallar yoxdur. Tamam. Bugünkü görüşümüz maliyyə əməkdaşlar modulu haqqında olacaq. Necə ki biz ticarət üçün anbardan müvafiq tənzimləmələrimizi etdik. Təbii ki, ticarətlə yanaşı bizim pul tərəflərimiz də olacaq, pul əməliyyatlarımız da olacaq. Bunun üçün maliyyə modulunda aparacağımız əməliyyatlar var. Əməliyyatlara ayrıca baxacağıq bir sonraki görüşdə. İndi müvafiq tənzimləmələr də maliyyə modulu üçün etməliyik. Bunlardan birincisi yuxarıda hesablardır. Hansı ki, necə ki anbarları biz formalaşdırdıq ticarətdə, alış-satış edən zaman hansı anbarlar üzərindən əməliyyat aparacağıq. Mədaxil məxaric əməliyyatlarımız üçün də pul tərəfdən hesabı adlarını formalaşdırmaq bizə lazım olacaq. 4 hesab növü verir sistem bizə. Nağd, bank, kart. Bu bizim 3 əsas hesabımızdır. Bir də 4-cü digər hesab. Nağd hesablarda nağd kassalarımız varsa, yəni nağd şəkildə pul qəbulları və yaxud da ki, məxaricləri bizdə olursa, kassaları burada formalaşdıra bilərik. Sağ tərəfdə elə, bəli, yeni hesaba klikləyib kassa formalaşdıra bilərsiniz burada. Mərkəzi kassa, ofis kassa, mağaza kassa, istənilən bir ad burada formalaşdıra bilərsiniz. Ki, əməliyyatlarda artıq nağd hesabımızı seçdiyimiz təqdirdə hesab adı bizə orada görsənəcək ki, ora mədaxili və yaxud da ki, məxarici həyata keçirdə bilir. İkinci hesab növümüz bank hesablarıdır. Bank hesablarında hansı banklarda hesabımız mövcuddursa, həmin bankların adlarını burada qeyd etməyə bizə lazım olacaq. Deyə bilərsiniz ki, bank hesabı sizdə yoxdursa, postterminal bildiyiniz kimi o da banka bağlı olur və hansı bank hesabında mövcuddursa, onu da burada bu formada bankın adını burada qeyd edirik. Bu hesabları burada formalaşdırmamızın əsas məqsədi ondan ibarətdir ki, sistem üzərində bütün prosesləri aparacağımız üçün hesab qalıqlarımıza da sistemdə nəzarət edə bilir. Mədaxilindən, məxaricdən. Çünki sistem həm dövri hesabatı verir, pul hesablarla bağlı, həm də hesab qalıqlarımızı izləyə bilir. Misal olaraq deyək ki, Kapital Bankda bir neçə valyuta üzrə hesablar varsa, məsələn, Kapital Bank AZN, Kapital Bank USD, Kapital Bank Euro, bu formada ayrı-ayrı hesab adlarımızı formalaşdıra bilərik. Evet. Üçüncü bizim hesab növümüz kartlardır. Buna debit kartlarımızı aid edə bilərik, Leo kimi və yaxud da ki, kapitalda bizim debit kartımız varsa adlandıra bilərik və yaxud da ki, son dövrlərdə banklar şirkətlərə biznes kartlar təqdim edirlər. Belə bir biznes kartınız varsa, şirkət hesabına bağlı biznes kartı burada adlandıra bilərsiniz. Belə adını elə yaza bilərsiniz o formada ki, atıram Kapital Bank biznes kartı bu formada adlandırmağınız mövcuddur. Daha mümkündür. Dördüncü hesab növümüzdəki digər gedəcək. Digərdə adətən ƏDV ilə bağlı biz hesablarımızı formalaşdırırıq. ƏDV sub hesabını formalaşdırırıq. Siz də ƏDV ödəyicisi olduğunuz üçün burada bir ƏDV ilə bağlı hesab formalaşdıracağıq ki, inşallah növbəti görüşdə onun üzərindən detallı keçəcəyik. Ticari əməliyyatlarda ƏDV-li əməliyyatlar aparırıqsa, sistem 2 qaymə generasiya eləyəcək. Biri əsas məbləğ üzrə, biri ƏDV üzrə. Bunun mədaxilin və yaxud da ki, məxaricini də həyata keçirdəndə əsasın pulun əsas hesablarımızdan, yəni nağd bank kartdan, ƏDV üzrə qaymənin də ödənişini digər hesabdakı formalaşdırdığımız ƏDV hesabımızdan əməliyyatın icrasını həyata keçirdəcək. Aydındır. Bu oldu bizim hesablar. Sonradan hesab adlarımızda düzəliş eləmək istəsə və yaxud da ki, yenilərini əlavə eləmək istəsə, bu hissələrdən formalaşdıra bilirik. Yuxarıda debitor, kreditor, ƏDV 3 ayrıca hesabat var. Bunlar özü avtomatik generasiya olacaq. Ticarətdə satış, yəni nisyə satış elədiksə, debitor borc hesabatı avtomatik formalaşacaq və biz burada alacaqlarımızı izləyəcəyik. Kimlərin bizə nə qədər borcu var. Kreditor borclar hissəsində də ki, kimlərin bizə borcu var, ya da bizim kimlərə borcumuz var. Yəni biz mal alış elədik, nisyə aldıq. Yəni bizim kimlərə borcumuz var.
burada izlənməsini həyata keçirə bilərik. O göz işarəsinə də klikləyəndə debitorda unutdum deməyi. Borc hansı qaymələrdən formalaşıb, bütün o qaymələrə, əməliyyat üzrə aparılan qaymələri burada izlənməsini həyata keçirə biləcək. ƏDV-li əməliyyatlar aparırıqsa, əsas məbləğlər üzrə borcları debitor kreditorda, ƏDV üzrə borcları isə ƏDV naricə hesabatı var. Çünki plus ƏDV ilə əməliyyat aparanda onun dövriyyəmizə qatmır sistem. Ayrıca hesabatını bizə verir. Debitor və kreditor, bəli, sol tərəfdə dəyişə bilərik. ƏDV üzrə borcları da buradan izlənməsini həyata keçirə bilirik. Debitorda, kreditorda görmüş olduğunuz bütün funksiyalar ƏDV hissəsi içində keçərlidir. Sol tərəfdə filtrlərdir. Burada müştəri adına görə axtarışlar edə bilərsiniz, əlavə məlumata görə və s. və s. Burada yəni filtrlər hissəsi zəngindir. Yol vergisi bu xidməti xüsusən yanacaq alışları üçün keçərlidir. Xatırlayırsınızsa, ambarda məhsullar hissəsində baxmışdıq o hissəyə. Yanacaq alışın xidmət kimi alırıqsa, bilirsiniz, yanacaqda yol vergisi də tətbiq olunur. ƏDV-dən azad olub əsas məbləğə görə hesablanan. Onun da hesabatını ayrıca verir sistem sizə. Ambarda baxmış olduğumuz konsiqnasiya əməliyyatı ki var idi. Konsiqnasiyanın hesabatını burada ayrıca alacağıq. Çünki konsiqnasiya belə bir prosesdir ki, bildiyiniz kimi realizasiya o verdiysə mal debitora gedib düşmür. Ayrıca hesabatda bizə göstərir ki, neçə minlik mal vermişik qarşı tərəfə, ondan nə satmışıq, nə geri götürmüşük, nə qalıb. Bax, burada konsiqnasiya hesabatında sistem onu bizə göstərir. Xərc maddələri var, daha sonra maliyyədə. Xərc maddələri biz satış elədiyi mənfəətimiz formalaşırsa, bizim təbii ki, şirkət xərclərimiz də olacaq. Şirkət daxili xərclər. Xərc maddələri hissəsində biz şablonlarımızı formalaşdırırıq. Eyni ilə bənzəyir ambardakı kataloq alt kataloqa. Yəni, sol tərəfdə görmüş olduğumuz xərc adları əsas xərc adlarıdır. Hər birisinin üzərinə kliklədikcə də sağ tərəfdə alt xərc adlarını burada formalaşdırmaq imkanınız olacaq. Ümumsal olaraq deyək ki, maaşa daxil olursunuz, əməkdaşın adı oradası, kommunala daxil olursunuz, kommunal istiqamətində olan xərclər orada sizə göstərir. Və s. və s. Yenilərini də əlavə eləmək istəsək, bir üst işarəsinə klikləyib, bəli, buradan formalaşdıra bilərik. Bu alt xərc adı idi. Üst xərc maddəsini də ki, sol tərəfdə, bəli, bu plus işarəsindən formalaşdıra bilərik. Aşağıda xərc növləri ki var, bunlar əslində zəruri deyil, bunlar. Sadəcə bu növlər mənfəət və zərər hesabatı, inşallah hesabatlıqlara baxanda orada detallı keçəcək bunun üzərindən. Mənfəət və zərər hesabatında sistem xərcləri, bax, bu aşağıda görmüş olduğunuz növlər üzrə yerləşdirir. İnzibati xərclər, əməliyyat xərcləri, maliyyə, gömrük, vergi və digər. 5-6 növ var xərc maddələri üzrə. İnzibatidə də hamısını saxlaya bilərsiniz və yaxud da ki, xərc maddələrinizi növlər üzrə ayıra bilərsiniz. Misal olaraq şirkət, ofis daxili xərclər, kommunaldır, icarədir, rabitədir, nəqliyyat xərcləridir. Bunlar inzibati xərc qrupuna daxildir. Sırf maliyyə istiqamətində olan xərclər, bank xərclərini buna aid eləmək olar. Əmək haqqıları xərc maddəsində etmişiksə, əmək haqqı xərclərimiz ola bilər. Bunlar maliyyə istiqamətində olan xərclərdir. Əməliyyat yönümlü xərclər əsasən istehsalat yönümlü olan xərc maddələrimiz əməliyyat yönümlü xərclər olur. Vergi istiqamətində olan xərclərimizi vergidə, sırf idxalla bağlı, gömrük ilə bağlı yaranmış olan xərcləri gömrükdə qeyd etmək imkanımız var. Gömrük qeyd etdiyimiz təqdirdə yalnız bu bizim idxalda, yəni idxal alışı icra edəcəyimiz zaman qarşımıza çıxır. İnşallah növbəti görüşdə detallı onun üzərindən də keçəcəyik sizdən. İkinci bizim əsas xərclərimizdən biri əmək haqqı tərəfi sayılır. Sistem idarəetmə çoxu olduğu üçün iki istiqamət üzrə burada əmək haqqını aparmaq imkanımız var. Birinci istiqamət xərc maddələri üzrədir. Belə bir təcrübədən belə bir şey məlumat vermək istərdim ki, adətən bildiyiniz kimi mühasiblərin kənarda Excel şablonu olur bir dənə. Əmək haqqı ilə bağlı tabellər olur orada. Bilirsiniz də günlərə görə əmək haqqı hesablanır, gəlib getmə saatları falan, iş saatlarına görə. Sahibkar var deyir ki, mənə maraqlı olan mənfəət zərərdə rasxodum kimi onu görməyimdir əmək haqqını. Odur ki, burada iki istiqamət üzrə apara bilər. Birinci istiqamət odur ki, burada xərc maddəsi bir dənə əmək haqqı xərci deyə xərc adı açırsınız. Ayın sonunda mühasibə hesablanmış əmək haqqının cəm məbləği sizə deyir və gəlib bir dənə ümumi əməliyyatlardan xərc icra edirsiniz. O gedir öz əslini tapır mənfəət zərərdə. Eləcə də xərc hesabatlığında.
Bitdi məsələ. Artıq burada görə bilmirsiniz. Ayxan nə qədər aldı, Vüsal nə qədər aldı, Əli nə qədər aldı, Vəli nə qədər aldı. Lazım olanda artıq mühasibdən o məlumatı istəyə bilirsiniz. Bu bir istiqamətdir. İkinci tövsiyə olunan istiqamət, sol tərəfdə diqqət eləsəz, əməkdaşlar modulu var. Əməkdaşlar modulu sırf əmək haqqı tərəfi ilə bağlı tətbiq olunan bir moduldur. Çox sadə variantda burada biz tətbiq eləmişik əmək haqqı tərəfin. Bildiyiniz kimi HR çox geniş biraz məfhumdur. Hansı ki, orada qanunvericilik əsasında hətta hər bir şey nəzərə alınır. Orada avtomatik hesablanmaya qədər. Bizim belə bir böyük HR həllimiz var, hansı ki, Veysaloğlu şirkətlər qrupunda tətbiq eləmişik, KTB-də, MİDA-da, Superfonda və s. bir sıra dövlət qurumlarında tətbiq eləmişik. Hansı ki, o çox böyük həldir. Aşağısı bir 6-7 əməkdaş onun üçün lazımdır işləmək üçün. Siz təsəvvür edin ki, o Veysaloğlu 20.000 əməkdaşın bütün o əmək haqqı ilə bağlı olan bütün proseslərini həmin o HR-dan aparır. Belə bir böyük həlli aylıq dövriyyəsi 10-50 min arası olan bir şirkət üçün həddindən artıq böyük bir həldir bu. Onun burada odur ki, marağında da olmur sahibkarın ki, belə bir böyük həldə HR tərəfindən aparsın. Adətən biz onu 100+ şirkətlərə təqdim edirik. Burada tətbiq elədiyimiz əməkdaşlar isə çox sadə tətbiq eləmişik. Nədir buradakı proses? Neçə çalışanımız varsa, işçiləri işə götürürük burada. Sağ tərəfdə yeni əməkdaş yazı, yeni əməkdaşa klikləyib, qırmızı ulduzla olan hissələrin doldurulması kifayət edir. İşçinin adı, soyadı, atasının adı, fin kodu, doğum tarixi, bölməsi, vəzifəsi və bir də burada aşağıda əməkdaşın fiks maaşını qeyd edilir. Yəni standart maaşı. Aylıq deyək ki, əmək haqqısı atıram 1000 manat. Bu standartdır, yəni dəyişmir. Bunu hər ay alır. Bir dəfə adına qeyd edirik əməkdaşın. Sistem onu aydan aya öz avtomatik keçirilir. Və biz sadəcə gəlib maliyyə modulundan əmək haqqının icrasını həyata keçirdik. Bu formanı sonradan da deyək ki, belə bir şey deyim. Əgər sizdə bonus sistemi varsa, bonuslar da tətbiq edə bilərik burada. Dövriyyə əsasında bonus hesablanması da var. İndi maliyyə qaydanda ona baxacaq sizdən bir yerdə. Eləcə də deyə bilərsiniz ki, bizdə bonus yox. 2 aydan bir və yaxud da ki, kvartalini premiyalar olur bizdə bayrama görə və yaxud da ki, 3 aydan bir biz əlavə premiyalar təqdim veririk əməkdaşa. Elə olduğu təqdirdə yuxarıda diqqət etsəz hesabatlar hissəsi var. Bəli, burada əmək haqqı cədvəli açılır. İşçinin əmək haqqısına hansı cari ay üçün o premiyanı veririksə, işçinin adının qarşısında maaşa əlavə bölümü var. Burada gəlib manual şəkildə həmin o premiyanı, bonusu biz burada qeyd edirik, işçinin adını. O da yalnız həmin o əlavə elədiyimiz cari ay üçün keçərli olur. Artıq bir sonraki aya keçəndə yenə də aylıq maaşı keçirilir sistem və premiyanı ləğv edir, sıfırlayır. Əmək haqqıda hər hansı bir düzəliş eləmək istəsəz, buradan aylıq maaş hissəsində düzəlişlərinizi həyata keçirdə bilərsiniz. Digər hissələrlə bağlı davamiyyət hissəsi var, yuxarıda diqqət eləsəz, hansı ki, işçinin istehsalat təqvimini formalaşdıra bilərsiniz, iş rejimlərinizi formalaşdıra bilərsiniz, davamiyyət jurnalı, yəni işçinin işə gəlib getmə vaxtlarını burada tətbiq eləmə imkanınız var. Lakin yekun olaraq, adətən bax bu 3 istiqamət avtomatik HR sistemlərində avtomatik hesablanır. İşçinin aylıq maaşını ortaya çıxardır. Amma biz burada tətbiq olunan burada əvvəldə dediyim kimi sadə özümüz bilərəkdən etmişik ki, qeydiyyatlarınızı apara bilərsiniz burada. İşçinin istehsalat təqvimi ilə bağlı, iş rejimi ilə bağlı, davamiyyət jurnalı ilə bağlı. Amma yekunda bu gedib əmək haqqıda heç bir təsir olmayacaq. Yenə də manual şəkildə Excel-də kənarda aparılan hesablamanı burada biz işçilərin adında düzəlişlərimizi özümüz manual şəkildə aparacağıq. Bunu da dediyim kimi bilərəkdən, yəni biz özümüz belə sadə variantda tətbiq eləmişik ki, rahat olsun istifadəçi üçün. Aydındır. Eləcə də əməkdaşlar hissəsində işçinlə bağlı əmrlərin də verilməsi mövcuddur. İşçinin adının qarşısında 3 nöqtəki var. Orada məzuniyyət əmri, ezamiyyət əmri, bülletin əmri, işçi işdən çıxdısa xitam, bu kimi əmrləri də buradan tətbiq eləmə imkanınız var. Nəticə etibarilə sistem sizə əgər davamiyyət də tutursunuzsa, iş vaxtı çotu cədvəli də verir. Siz həmin o iş vaxtı çotu cədvəlində hesabatlar bölümündə də daxil olarsınız zəhmət olmasa. Aşağıda diqqət etsəz iş vaxtı çotu cədvəli. Burada hər bir əməkdaşın ay ərzində norma üzrə çalışmalı olduğu saatı,
daimiyyət jurnalı tutursunuzsa, faktiki çalışdığı saatı, məzuniyyət, elzamiyyət və yaxud da ki, digər əmrlər olubsa, onların da gün saylarını burada hesabatını əldə edə bilirsiniz. Ümumi HR bundan ibarətdir. Yəni HR deməyək, əməkdaşlar modulu bundan ibarətdir. Hesablanmış əməliyyat haqqında da daha sonra biz gəlib maliyyə modulundan, əməliyyatlar panelinə icrasını həyata keçirdəcəyik. İnşallah dediyim kimi növbəti görüşdə sırf birdəfəlik əməliyyatlara daxil olacaq. Orada bütün bu əməliyyatların üzərindən test olaraq keçərik sizlə birlikdə. Bonusa az öncə toxunmuşdum. Bonus hesablanması da sistemdə mövcuddur. Bunu maliyyə moduluna daxil olsaq, yuxarıda sağ tərəfə biraz gələrsiniz. Bəli, satışdan bonus. Bildiyiniz kimi hər şirkətin öz daxili bonus sistemi olur. Yəni bu individual olan bir şeydir, bonus sistemi. Təcrübədə qarşılaşmış olduğumuz 4 əsas bonus hesablama metodu var. Dövriyyə əsasında, yığımlara görə, mənfəətə görə və məcmu mənfəətə görə. 4 bonus tipi var. Bunların içərisində də ən çox istifadə olunan dövriyyə əsasında bonusdur. Yəni işçi üçün bəlli bir dövriyyə təyin edirsiniz, bəlli bir faiz və onu işçinin adına bağladığınız tədbirdə fərqi yoxdur, nissə satdı, nağd satdı. Təyin etmiş olduğunuz dövriyyə və faiz nisbətinə uyğun olaraq sistem olsun avtomatik bonus hesablayır. Tənzimləmələr bölümü var, yuxarıda diqqət eləsəz, sol tərəfdə biraz. Bəli. Burada biz bonus dövriyyəmizi formalaşdırırıq, yəni hansı dövriyyə, hətta burada interval da təyin edə bilərsiniz. Eləcə də misal deyə bilərsiniz ki, mən bonus verirəm, amma filan kataloqumdan satılan məhsullarıma görə ancaq bonus verirəm əməkdaşlara. Digər blokla məhsullara görə aid olunmur. Burada hətta məhsul əlavə ki var sağ tərəfdə. Oradan konkret çeşidin özünü də əlavə edə bilərsiniz ki, atıram elektronika çeşidin bütün orada nə mallar satırsa, bu elektronika çeşidindən olan mallara 1.5%-dən və yaxud da ki, ədəd sayına görə də təyin edə bilərsiniz. Hər bir ədəd satılsa, misal olaraq 10 manat olsun bonus hesablasın sistem. Bax, belə bir bonus tipi formalaşdırırsınız burada. Daha sonra əməkdaşlar üzrə bonuslarda hansı əməkdaşa ki o bonusları şamil eləmək istəyiriksə, sağ tərəfdən əməkdaş əlavə klikləyib əməkdaşımızı əlavə edirik və orada bonus növünü orada təyin edirik onun adına. Avtomatik artıq ticarətdə onun öz adından əməliyyatlar getdikcə bonusu burada sistem özü hesablayır əməkdaş üçün. İki cür orada diqqət eləsəz bonus yazılıb. Hesablanmış bonus var, bir də təyin edilmiş bonus var. Hesablanmış avtomatik sistemin hesabladığı bonus olacaq. Amma təyin edilmişə gəlsəz qələm işarəsində çıxacaq qabağında. Bəli. Bu nəyə görə müdaxilə icazəsi vermişik burada? Ola bilər indi əməkdaş daimi əməkdaşdır. Bu ay biraz zəif olub satışları. Atıram 100 manat deyək ki, olsun bonus hesablayıb. Amma deyirsiniz ki, əmək haqqısı çoxdandır çalışan əməkdaşımdır. Həvəsləndirmək üçün özünüz manual burada bonusu artıra bilərsiniz. Və yaxud da ki, işçidir, xətalar eləyə bilər ay ərzində. Baxırsınız kimsə 500 manat onun üçün bonus hesablayıb. Deyirsiniz ki, bu ay daha çox nöqsanlar eləyib. Kəsirəm bonusunu misal olaraq. Adətən düzdür, belə şeyə getmirlər çox vaxt sahibkarlar. İndi hər ehtimala qarşı da müsbəti dediksə mənfi də demək lazımdır. Yəni təyin olunmuş bonusda özünüz artıq bonusa, hesablanmış bonusa dəyişiklik eləmə imkanınız da var. Belə başa düşdüm ki, sistem özü bonus hesablayacaq. Bəli. Buna lazım olsa artım, azalma, özü manual. Bəli. Tətbiq edə biləcək. Aydındır. Bəli, tamamilə doğrudur. Göz işarəsi də var qabağında. Orada da ki, hesablanmış bonus hansı satışlara görə hesablanıb. Burada göz işarəsinə klikləyəndə bir dənə də göz işarəsi var qabağında. Bəli, burada onun hansı satışlara görə, baxırıq ki, 2 dənə satışına görə qarşı tərəflərə qədər göstərir, məbləğlərinə qədər göstərir ki, adətən bu hissəni sahibkarlar menecerin özünə görmə icazəsi verirlər ki, konkret özü də görsün ki, falan satışlarıma görə mənim üçün bu bonus hesablanır. Odur ki, bu hissəni də səlahiyyətlərdən əməkdaşa icazə verə bilərsiniz. Görsün, daha şəffaflıq olması adına. Ödəniş cədvəlinə bu görüş baxmarıq. Nəyə görə? Bu əməliyyatlarla bağlıdır. İnşallah növbəti görüşümüzdə, satış əməliyyatımızda bizdə sistemdə daxili kreditlər də var, hissəli ödəniş. Onunla bağlı olan bölmədir. Paralel olduğumuz üçün, bir-birinə bağlılığı olduğu üçün inşallah əməliyyatların icrasından sonra ödəniş cədvəlinə sizlə bir yerdə baxarıq. Orada sonda hesabatlar bir də hissəsi var. Hesabatlarda az öncəki hesablarımızı formalaşdırdıq. Həmin hesablar üzrə
Bu üç böyük beynəlxalq hesabatdan biridir. Kəşf pul axınları hesabatı. İstənilən hesabınız üzrə sol tərəfdə hesabınızı seçib, tarix intervalını təyin edib, hesab üzrə mədaxil məxaric, bütün o dövr hərəkətli bu izləmə imkanınız var. Dövrün əvvəlinə nə qədər pul olur? Mədaxil məxaric aşağıda ayrı-ayrı sistemsə göstərir. Hansı istiqamətlərdən mədaxil olur, hansı istiqamətlərdən məxaric olur və dövrün sonuna olan və dövrün nəticəsi nədirsə, onun hərəkətliyini burada sistemsə göstərir. Bəli, baxırıq ki, 192.000 pul olur bir manat tarifinə, 52.000 mədaxil var, hansı istiqamətlərdən gəlib? Satışdan gəlib 1000 manat, avansdan gəlib 30.000, valyuta exchange-dən gəlib 20.000, ilkin hesab qalığından artırım eləmişik 1000 manat. Çıxış istiqamətlərini də göstərir, əmək haqqı istiqamətində xərclər, avans və valyuta mübadiləsi. Hər birisinin ayrı-ayrı istiqamətlərini burada sizə göstərir. Və yuxarıda da dövrün nəticəsi də 34.000, yəni 52.000, 25.000. Onların elə bil ki, necə deyərlər? Arasındakı fərqdir deyəsən bu. Fərqi bəli, 34.000. Yəni 192.000 üstünə 34.000 gəlib 227.000 sağ tərəfdə dövrün sonuna olan hesab qalığımızı sistem bizə göstərir. Yekun hesab qalıqlarımızı da yuxarıda, bəli, biraz sağ tərəfə gələrsiniz, Excel-ə çıxarışdan solda diqqət eləsəz, bəli, hesab qalıqları bölümü var. Adlandırdığımız hesablar üzrə olan pul qalıqlarımızı da burada hər birisini ayrı-ayrı izləmə imkanı. Eləcə də sol tərəfdə də tarix filtri də var ki, istənilən keçmiş dövrə də qayıdıb hesab qalıqlarımızın həminki günə olan qalıqlarını da izləmə imkanı. Belə, bugünkü görüşümüz sırf maliyyə əməkdaşları idi. Müvafiq burada tənzimləmələrimizi etdik. İnşallah bir sonraki görüşümüzdə ticari maliyyə mələkləri icra edəcəyik bizlə. Əlavə suallarınız varsa, buyura bilərsiniz. Təşəkkür edirəm Axan bəy. Sualım yoxdur. Minnətdaram. Oldu. İnşallah bir sonraki görüşdə görüşənədir. Sağ olun, görüşəndə. Sağ olun, sağ olun.